Bunu tətbiq eləyək. Bircə dəqiqə. Ekranı paylaşaq. Müəllim, bir sual verə bilərəm. Buyurun. İstədiyim topludan başqa önerəcəyiniz hər hansısa bir test toplusu var işləməyə? Belə standart test toplusu xeyr yoxdur. Sınaqlar göndərəcəyik, onlardan bəhrələnə bilərsiniz. Həm güvən deyirlər yaxşıdır, o da C-lərin işləməyin. İndi baxın uşaqlar, mexaniki iş gücdür. Bunlara baxarsınız evdə. Asandan mürəkkəbə baxın 5 nömrəli suala. Qüvvənin asıllığını verib yer dəyişmədən. Görürsən düz asılıdır. Deyir ki 6 metr yolda. 6 metr yol bura deyilmi? Burada bir fiqur əmələ gəldi mi? Neyniyəsən? Düz bucaq bucaqda 4 vur 6 bölü 2. 12 joule. Aydındır? Əla. 7-yə bax. Şərt veribdir nə boyda? Çevrə üzrə bərabər sürətli sözü var. Bir dənə dövrdə görülən işi soruşsa nə olacaq? 0. Düz deyirəm? Başa düşdünüz? Çevrə üzrə hərəkətə işi nə olurdu? 0. 8-ə bax. Sürtünmə qüvvəsinin gördüyü iş A sürtünmə bərabərdir nəyə? Mənfi F sürtünmə vur isə. Onda mənfi, bəli, bunun düsturunu yazmışdıq, hə? Mənfi müəmci vur es. Hamısını veribdir, yerinə qoyub hesablayarsan. Sonra gəl biraz iləri doğru gedək. Məsələn, bax 32-yə. Deyir ki, CD hissəsində görülən iş. CD-də cisim belədirmi? Bunun emcisi harada olur? Bəli, ağırlıq qüvvəsi aşağı olur. Ağırlıq qüvvəsi soruşur. Amma cisim sağa doğru yerini dəyişir. 90 dərəcə var mı burada? Deməli 0-dır. Aydın oldu hamıya? Bəli. İndi 29-a bax. Deyir ki, düz xətti bərabər sürətdə hərəkət eləyən cisimlə sürtünmə qüvvəsinin işi mənfi 60-dırsa, dağıtı qüvvəsi nə olacaq? Müsbət 60. Müsbət 60. Çünki sürtünmə qüvvəsi mənfi ilə bərabərdir. İndi gəlin baxaq 40 nömrəli suala. Sürət zaman qrafikini verir. Deyir, görülən işi tap. Tez ağlıma nə gəlir? Enerji haqqında teorem. Görülən iş nəyə bərabər idi? Delta YK-ya. Yəni M bölü 2 V kvadrat çıx V0 kvadrat. V0 6-dır. Qrafik bərabər yavaşlayıb, hara gəlibdir? 0-a gəlməyib. Neçə olub son sürət? 0. Onda M-i verib 3. 3 bölü 2 vur. Son sürət 0-dır da. 0 kvadrat çıx, 6 kvadrat mənfi 54 joule. Dostlar, hər şey okeydir bura qədər? Sual var nəsə? Yoxdur mənim. Əla. 43-ə bax, yenə qüvvə yer dəyişməni veribdir. Buradakı bax trapesiyanın sahəsini tapacaqsınız. Bax belə. Kiçik oturacaq 5-dir. Böyük oturacaq bura 8-dir. Hündürlükdə 10-dur. 5 üstə gəl 8 bölü 2 vur 10 65. Necə sadəymiş. İndi baxın məsələn 48-ə. Baxın, əvvəlcə hərəkət yeyinləşir. Görülən iş nəyə bərabərdir? Delta YK-ya. Bəli, sürət artırsa enerji müsbətdir. Deməli, işdə müsbətdir. Sabit qalıbsa enerji 0-dır, işdə 0-dır. Yavaşlayıbsa enerji mənfidir, işdə mənfidir. A1 müsbət, A2 0, A3 mənfi. Y bəndi. Aydındır hər şey? 54-ə baxın. 54-ə baxın. İndi baxın. 54-də. Deyir ki, qüvvənin işi müsbət olarsa, qüvvənin işi müsbət olanda deməli, kinetik enerjinin dəyişməsi nə olub? O da müsbət olub. Deməli, hərəkət yeyinləşən olub. Sürət artıb da. B bəndinə bax, bərabər yeyinləşən. Aydın oldu fikrim? Bunun əvvəlki sualda var ya, indi. Orada A2 nə 0 olmadı ki? A2 0-dır da, A2 0-dır axı. Burada sürət sabit deyil. Sürət sabit olanda A2 görülən iş nə olur? 0 olur da. Bildim mi müəllim? Ona görə dedim, Y yazmışsın, ona görə dedim. Hə, Y-də A2 0 deyil. Hə, C bəndi. C bəndi. Bəli. Sonra, məsələn, baxaq qrafiklərdən yenə. Deyir ki, sabit əvəzləyici qüvvənin işi mənfi olarsa, iş mənfi olanda deməli sürət azalıbdır, bərabər yavaşlayandır. Bura impulsdur da. İmpulsun düsturu nə idi? M, V. Bura aydındırmı? Yəni, sürətlə impulsun qrafiki eyni olurdu. Bura qədər hər şey aydındır? Hə, Allah'ım. Aydındır mənim. İndi baxaq 60-a. Baxın, əvvəlcə A hissəsinə qrafik neyiniyib? T oxundan uzaqlaşıb, deməli bərabər yeyinləşib. Yeyinləşibsə iş müsbətdir, YK artır. Yəni A-ya nə getdi? 2, 5. B hissəsinə bax, T oxuna yaxınlaşıb.
deməli yavaşayandır. İş mənfidir, enerji azalır. 1-4 və qüvvənin modulu sabitdir. Hər ikisinə uyğundur. 2-5 deməli 3 bir dəqiqə A 2-5 ondan sonra 3 ortaya gedir. Bu da bura bəli, A bəndidir. Variant. Bəli. Sonra qalanların devə qalacaq zaten. Burada maraqlı suallar var. Bu 64-65 əvvəlki keçənlərdən qalan suallardır. Maraqlı suallardır. Gəlin baxaq 67-yə. Gəlin baxaq 67-yə. Deyir 40 saniyə müddətində görülən işi tap. Baxın indi. Bu 10-dan başlayıb bura 20 saniyədə zamandır. Orada 20 işte saniyə ərzində sıfırdır. bəli, sürət sabitdir. Sürət sabit olanda iş nə olur? 0. 0. Bəli, Digəri hardan? Bəli, buradan yeyinləşməyə başlayıb, düzdür? V artmağa başlayıbsa, deməli iş bu hissədə görülüb. Onda görülən iş delta YK-ya bərabərdir. O da nədir düsturu? M/2 V kvadrat çıx V0 kvadrat. M-i verib 2, 2 bölü 2, son sürət 20, 20 kvadrat, başlanğıc 10, çıx 10 kvadrat. Neçə oldu bu? 300 joule. Dostlar, bura qədər hər şey qaydasındadır mı? Problem yoxdur ki, nəsə? Xeyr. Bilməli. Hamı anladı mı? Necə? Yenidən izah bilərsiniz. Əlbəttə, baxın. Bu 10 saniyə, 20 saniyə ərzində görürsən V sabitdir. Ondan sabit qalıb. Deməli iş nədir burada? 0. Sürət sabit olanda iş nə olurdu? 0. Amma görürsən 20 saniyədən sonra V artmağa başlayıb. Yəni yeyinləşməyə başlayıb. Yeyinləşəndə artıq iş görülər də, düzdürmü? Onda enerji haqqında teoremə baxdım. M/2 V kvadrat çıx V0 kvadrat. Başlanğıc 10-dur, son da 20-dir. Çıxdım, yazdım yerinə. Aydındır? Bəli, bəli. Bax 71-ə. Deyir ki, BSDY trayektoriyası üzrə BS hissəsində görülən iş A-dır. İndi bax, BS, CD, DY. Bu CD hissəsində iş görülmür. 0. Bəli, 0-dır deyə. 2 eli, bəli, 2 eli görmürsən. BS eldir. DY nədir? 2 eldir. Bu nə elədir? 3 el. Bax, BS hissəsinə görülən işə A deyib. BS-nin məsafəsi el deyil. Eldə görülən iş A-dırsa, 3 eldə görülən iş nə olar? X. Onda X nə etdi? 3 ailədə. Başa düşdü samınızdanı? EDSB də mənfi sayı olurdu yuxarı Bəli, olan. bəli. Yuxarı qədəndə mənfi alır. Niyə Yuxarı atışda. ellərini tənasib götürdük ki? Çünki görülən ağırlıq qüvvəsinin işi H-dan düz asılı deyildi. Hə, yadıma düşdü. A bərabərdir. MJ H olmurdu. Bəli. Bir də o məsəl üçün mayl müstəvi kimi eləyib o yan tərəfə çevirib Yox. elidə. Yox, onun ehtiyac yoxdur. Neyirsən? Yer dəyişmə tapırsan ki, neyirsən ki? Bildim. Bəli, Ceyhun, yuxarı doğru getsəydi mənfi olardı. Cisim aşağı doğru gəlirsə, iş müsbət. Yuxarı doğru gedirsə, iş mənfi. Vəssalam. Əla. Baxın, elə mal müstəviyə aid sualdır. Bayaq çəkmişdik. Deməli, ağırlıq qüvvəsinin işi. Ağırlıq qüvvəsi bu deyil. Ağırlıq qüvvəsinin işi nə olacaq? A1. Müsbət. Deməli, reaksiya qüvvəsinin işi A2 hər zaman 0 olur. Sürtünmə Sürtünmədən qüvvəsinin işi nə olacaq? Həmişə mənfi olacaq. A1 müsbət, A2 0, A3 mənfi. D bəndi. Bəli. Sonra baxın 82-yə. Deməli 6 newtondan 8 newton varsa, əvəzləyici qüvvə bunların kök altında nə olur? 10 Kvadrat cəmi olur 10 newton. El əvəzləyici qüvvədir. Onda təcil A nəyə bərabərdir? R əvəzləyici bölünsün M-dən. Yəni 10 bölünsün 2/5-dən. Nə oldu bu? 4. Düzdür? S AT kvadrat bölü 2. Bəli, bəli. Görülən iş bərabərdir Fs. Əvəzləyici qüvvə 10-dur. S-in də yerinə AT kvadrat bölü 2. A 4-dür. T-ni verib 5 kvadrat bölü 2. Cavab elədi 500 joule. Gördüyünüz kimi sadə suallardır. İnşallah ki, ardına baxın evdə. Yekunlaşın. Burada düşünməyə qalan suallar sizə qalsın. Bundan sonra güc gəlir. Görürsünüz gücün düsturları azdır. Və s. və ilə. Əla. Dostlar, bura qədər hər şey qaydasındadırmı? Bəli, müəllim. Bəli, müəllim. Başa düşdünüzmü məni?